Siz deyirsiniz, ümumiyyətlə hakim hətta başına çırpsa da, haqqını alsa da, malını talasa da, sənə təcavüz etsə də ona qarşı çıxmağa haqqın yoxdur. Məşhurdur, eşitmişsiniz, neft hara getdi, qaz hara getdi söhbəti ki, daha məşhurdur. Yaxşı. Əgər belədirsə, əhl-i sünnə özünə sələfi vahablərin sahabə seçdiyi insanlar nə üçün 3-cü xəlifə Osmana qarşı çıxdılar? Məgər Osman hakim deyildi? Niyə bəs ona qarşı sahabələr çıxdılar və onu axırda öldürdülər? Bəs bu qədər hakimə çıxanlar kimlərdir? Deyin bilək. Bəşər Əsəd açıq-aşkar əl-bağlı namaz qılırdı. Əhl-i sünnə olduğunu iddia edirdi. Bəs necə ona qarşı çıxdınız? Yoxsa bu bir plandır. Bəşər Əsəd əhl-i sünnə, Qəzzafi əhl-i sünnə. Hamısı bunlar əhl-i sünnə, ərəb ölkələrində, amma bunlara qarşı çıxırsınız. İndi sual veririk. Kim qarant verir sabah siz Azərbaycanda da əvvəlcədə hakimə tabi olmaq lazımdır, ona qarşı çıxmaq olmaz. Hiləsi və bəhanəsi ilə ölkəyə girib yayılandan sonra sabah Azərbaycanda da Suriyada, İraqda olanları etməyəcəksiniz. Bunu kim qarant verir, kim zəmanət verir? Bəlkə təqiyyə edirsiniz. Təqiyyəyə bizə deyirsiniz, siz təqiyyə edirsiniz. Şiyələrə böhtan atırsınız. Onları ləkəliyirsiniz ki, şiyələr təqiyyə edir. Axı siz təqiyyə eləmirsiniz. Siz açıq-aşkar deyirsiniz ki, biz fikrimizi deməliyik. Azərbaycana ayaq açmamışdan qabaq əhl-i sünnə və şiyələr olublar, bir yerdə mehriban yaşayıblar. Rafizi kəlməsini eşitmişdiniz. Kimsə şiyələrə rafizi desin. Nə üçün siz Azərbaycana ayaq açandan sonra və başqa ölkələrdə, Azərbaycandan başqa yerlərə də, Rusiyaya və digər yerlərə ayaq açandan sonra ancaq özünüzə daxildə düşmən axtarırsınız, xaricdə yox, daxildə düşmən axtarırsınız. Birbaşa da birinci şiələri və əhl-i sünnə qardaşları hədəf alırsınız. Rafizi kəlməsin. Necə bizə rafizi deyirsiniz? Bir dəfə möhürdən danışanda, imamların qəbrinə ziyarət etməkdən danışanda, Kərbalaya getməyə etiraz edəndə bir dəfə də Kəbənin qeyrətini çəkin. Epistemdə Kəbə evinin müqəddəs parçasını, Quran ayələrinin yerə döşənməsinə etiraz edin. Son, bizim bu suallarımız heç də düşmənçilikdən qaynaqlanmır. Biz kimlənsə düşmənçiliyimiz yoxdur, amma öz haqqımızı, əqidəmizi müdafiə etməkdən ötürü, haqq yolu bəyan etməkdən ötürü, insanları ayırtmaqdan ötürü, hətta Vəhabi və sələflərin özünə də ədəblə, ehtiramla bu sualları veririk.